Sabahınız xeyir dostlar. Bu gündən etibarən 2025-ci ilin sonuna tam və dəqiq 6 ay qalıb. 2024-cü ilin son ayında hər il olduğu kimi insanlar özünün növbəti ildə edəcəyi planlarını hazırlayır. Kitab oxuyacağım, idman edəcəm, sağlamlığıma, qidalanmağıma və içdiyimə diqqət edəcəm, xarici dil öyrənəcəm. Təəssüf ki, əksər hallarda insanlar müxtəlif obyektiv və ya subyektiv səbəblərə görə bunları edə bilmirlər. Bu ilin artıq 6 ayı keçib. Geridə biz yeni ili fevral ayını bayramlarıyla, mart ayını Novruzu ilə buraxmışıq və artıq bu ilin sonuna cəmi 6 ay qalıb. Və bu 6 ay ərzində bugün həm də bir çox insanın artıq birinci gündən başlayıram dediyi gündür. Bu ilin sonuna qədər hər gün çox yox, cəmi yarım saat, 40 dəqiqə kitab oxumaqla, xarici dil öyrənmək üçün zaman ayırmaqla, hər gün idmana 20-30 dəqiqə ayırmaqla biz bu ilimizin 6 ayını xilas etmiş olarıq. Həm də özümüzdə kiçik addımlarla irəli getmə vərdişini formalaşdırarıq. Ona görə mən hər kəsə, məni dinləyən və izləyən hər kəsə şiddətlə tövsiyə edirəm ki, bu ilin son 6 ayını maksimum effektiv və özünüz gələcəyiniz üçün faydalı keçirdin. 6 ay geridə buraxmışıq artıq və bu keçən 6 ayı bu şəkildə gəlin sizinlə qısaca qiymətləndirək. Yanvar ayının ilk günlərindən etibarən hər gün çox yox, cəmi 30 dəqiqə kitab oxusaydıq, bu 10 səhifə etsəydi hər gün, ayda 6 ayda 6 kitab oxumuş olardıq. Və keçən 6 ayınızı qiymətləndirin, görün nə qədər kitab oxuya bilmişsiniz. Hər gün çox yox, bu keçən 6 ay ərzində cəmi 10 söz ingiliscə, xarici dildə əzbərləmiş olsaydı bir insan, bugünə 1800 söz bilmiş olacaqdı. Hər gün çox yox, cəmi bir öz peşəsində, öz sahəsində məqalə oxusaydı insan, bugünə 180 məqalə oxumuş olacaqdı. 180 müəllifin 180 mövzuda 180 bəzən biri-birinə zidd olan fikirlərini öyrənmiş olacaqdı. Ona görə mən düşünürəm ki, bu ilin sonuna qədər geri qalan 6 ayı faydalı, məhsuldar, effektiv və bizim zəif tərəflərimizi aradan qaldıracaq və məqsədlərimizi aparacaq şəkildə keçirmək üçün hər gün kiçik addımlarla biz ilin sonuna qədər özümüzü gücləndirə bilərik. Güclü olun və hər kəsə, məni izləyən hər kəsə çox effektiv, rəngli, məhsuldar və müsbət həftə arzu edirəm.